Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Sistani.org saytından, yəni Həzrət Ayətullahul Uzma Seyyid Sistani Ağanın Həfizəhullah saytından bir şərhi hökm oxumaq istəyirəm. Sual verilir ki, ana yaxud ata, indi sualda ana qeyd olunub, mühim deyil. Mühim olan odur ki, xəstədən söhbət gedir. Bir nəfər xəstədir, mədə xəstəliyindən əziyyət çəkir, oruç tuta bilmir. Çünki acılığa təhəmmülü yoxdur. Oruç tutmalıdır, yoxsa yox? Cavabda buyurulur ki, əgər oruç tutmağın ona zərəri varsa, yaxud da dözə bilməyəcəyi bir məşəqqətə səbəb olarsa, yəni oruç tutduğu halda dözə bilməyəcəyi bir məşəqqətə səbəb olarsa bu oruç tutmaq tutmaya bilər. Bu söhbətimizdə inşallah Teala istəyirəm İslam Peyğəmbərindən sallallahu aleyhi və aleyhi və səlləm bir nəsihət oxuyum. Nəsihət əlbəttə 5 hissədən ibarətdir. Burada bugün 2 hissəsini inşallah oxuyacağıq. 5 şeyi nəsihət edir İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhi və səlləm. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Yə Əbə Zər, ey Əbu Zər. Əbu Zər rahiməhullah İslam Peyğəmbərinin və İmam Əlinin aleyhissalam sadiq, təqvalı mömin sahabələrindən olub. Buyurur, ey Əbu Zər, ey Əbu Zər, İğtənim xəmsən qablə xəmsin. İğtənim xəmsən qablə xəmsin. 5 şeyi 5 şeydən qabaq qənimət bil. Bugün ikisini inşallah oxuyacaq. Şəbəbəkə qablə hərəmikə. Yəni, İğtənim şəbəbəkə qablə hərəmikə. Cavanlıqlı, qocalığından qabaq qənimət bil. Və sihhətəkə qablə suqmikə, yaxud səqəmikə. Və sihhətüvi, səhihliyi, yəni sağlamlığı da xəstəliyindən qabaq qənimət bil. Səqəm də deyirlər, suqum da deyirlər, yəni xəstəlik. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 5 şey qənimət bil, 3'ü qalsın inşallah gələn bəhsə. İkisi nədir? Deyir ki, nə qədər ki, qocalmamsan, cavanlığın qədrini bil. Nə qədər ki, xəstələnməmsən, sağlamlığın qədrini bil. Bir mənada cavanlıqla sağlamlıq bir-birinə çox yaxındır. Necə ki, qocalıqla xəstəlik bir-birinə çox yaxındır. Çünki qoca adam nə qədər də hətta sağlam olsa belə, yaşlaşıb, sümükləri zəifləyib, bədəni zəifləyib, taqəti çox yoxdur. Əslində, bütün nemətlərin qədrini bilməyi İslam bizə tapşırıb. Burada xüsusi olaraq 5 nemət qeyd olunur ki, ikisini oxuduq. Bu oxuduğum rivayət Biharul Ənvardadır, cild 74, səhifə 75, Daru İhya-i Turasil Arabi tərəfindən çap olunan nüsxəyə baxa bilərsiniz. Həmin o 5 şey 5 şeydən qabaq qənimət bil rivayəti orada qeyd olunub. Sağlamlıq neməti o qədər mühüm bir nemətdir ki, deyirlər hətta 1000 aydan üstün olan qədr gecələrində sual veriblər, Peyğəmbərə sual veriblər sallallahu aleyhi və səlləm. Bir nəfər deyir ki, İn ədrəktu leylətəl qadri fəmə əsəlu Rabbi. Ya Peyğəmbər, mən əgər qədr gecəsinə çatsam, o vaxta qədər sağ qalsam, Rəbbimdən nə istəyim? Qalə əl-afiyyə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, afiyyə. Müstədrəkül Vəsaildə gəlib bu rivayət. Afiyyə, yəni sağlamlıq. Bir mənada bəlalardan amanda qalmaq da qeyd olunur ki, sağlamlığı da bir bəla, təqribən xəstəliyi də bir bəla hesab etmək olar. Yəni, Allahdan sağlamlıq dilə. Çünki insan sağlam olsa, dünyavi işlərində dalıca gedə bilir. Yəni, o dünyavi işlər ki, axirətində xeyirlidir. Məsələn, ailə üçün ruzu qazanmaq və s. işlər. O işlərində ardıca gedə bilir, ibadət də eləyə bilir, dərs oxuya bilir. Amma sağlam olmadığı halda, deməli, xəstə kimi yatır, bütün bu fəaliyyətdən demək olar ki, qalır. Elə mübarək Ramazan ayı gündəlik dualarında da oxuyuruq ki, Allahümmə şfi kullə mərid. Allahım bütün mərizlərə, xəstələrə şifa ver, ilahi amin. Sağlamlıq bir nemətdir. Gərək bunun şükrünü edəsən və sağlamlığı da qoruyasan. Sağlamsansa, həm şükrünü elə, bunu sağlamlıq nemətinə görə, bir nemətdə Allaha şükür elə. Həm də bundan əlavə sağlamlığın qədrini bil. Allah bunu sənə əta edib, nemətdir. Nə çox insanlar var ki, sağlam deyirlər, xəstədirlər. Bunun qədrini bil, qoru və bu nemətə görə Allaha şükür elə. Bir ibrətamiz hadisə var, möminlərdən birinin başına gəlib. Deməli, deyir ki, gecə saat hardasa 12-1 olardı. Birdən deyir, ağrı tutdu məni, bərk bir ağrı, bədənim ağrıdı. Deyir, təzə köçdüyümüz evin yaxınlığında bir xəstəxana vardı, yekə bir xəstəxana idi, böyük bir xəstəxana idi. Heç vaxtda deyir, ora yolum düşməmişdi. Deyir, bir gün gecə nədənsə bədənim bərk ağrıdı.
Çıxdım dedim ki, gedim görüm o xəstəxanada bəlkə bir həkim taparam gecə olsa belə, bəlkə bir dava dərman eləyərlər. Deyir elə yola çıxmışdım, xəstəxanaya çatmamış bu ağrım keçdi getdi. Nə hikmət idisə öz-özünə keçdi getdi. Amma dedim ki, birdən qayıdaram yenidən ağrı gələr. Elə gəlmişkən qoy gedim xəstəxanaya və özümü həkimə göstərim. Və deyir ki, xəstəxanaya girdim. Gecə idi, adam az idi, qabağıma heç kim çıxmadı. Bilmirdim hara yaxınlaşıb hansı otağa gedim. Deyir elə koridorda gəzəndə dəhlizdə gördüm bir qapı, otağın bir qapısı bir qədər açıqdır. Deyir əlimlə qapını araladım, dedim görüm bir həkimdən zaddan kim var. Gördüm ki, böyük bir palatadır. İçində də yataqlar var, kravatlar var. İçəri girdim, gördüm ki, orada xəstələr inləyirlər, ağrıyırlar, qışqır-bağır salıblar, narahatdılar. Gördüm ki, bura deyil də, yəni gəlmək istədiyim yer bura deyil. Çıxdım oradan, nəsə tapa bilmədim kimisə. Qaydanda çıxdım xəstəxanadan çıxdım artıq həyətindən bayıra çıxdım. Baxdım, gördüm ki, burada həyat davam edir də, yəni kimisə yolla gedir, kimisə maşın sürür, kimisə evindədir, məsələn, işığı yanır, öz sağlamlığındadır. Dedim, ilahi şükür sənə. Bəlkə də bu Allahın bir lütfu idi ki, məni bura yolladı bir balaca ağrıyla. Ki, gəlim görüm bu insanları və öz sağlamlığıma görə Allaha şükür eləyim. Və hətta yaxşıdır ki, insanın əgər yolu 2 dənə bir yerə getmək istəsə, yolu 2 yerdən keçirsə, xəstəxana olan tərəfdən yolunu salsa yaxşıdır. Nəinki xəstəxananın içinə girsin, yox. Yəni xəstəxana olan yerdən keçsin, xəstəxananı görsün və sağlamlığına görə Allaha şükür eləsin. Əgər bu iş onu Allaha yaxınlaşdıracaqsa, onun şükür etməyinə səbəb olacaqsa, bu nemətə görə şükür etməyə ona gətirib çıxaracaqsa, bu işi görməsi yaxşıdır. İbrət ağamız bir şeydir. Doğrudan da insanın yadına həmin anda da olsa o sağlamlıq nemətini və şükrünü salır. Hətta məsələn fərz elə sən getmisən bir dükana, məsələn nəsə bir ərzaq alırsan, məsələn iftara yaxın meyvə alırsan, istəyirsən gedəsən oturasan evdə qarpız yeyəsən, portağal yeyəsən, alma yeyəsən, yemək yeyəsən, görürsən ki, sən alver eləyən vaxtda bir təcili yardım maşını getdi, siqnal yandıra-yandıra, tələsik halda ambulans gedir. Onun içində bir xəstə ya indi qalacaq, Allah lütf edəcək, sağ qalacaq. Hər bir halda xəstədir. Həmin anda biz gərək qəflət etməyək. O anda qabağımıza çıxanda o sağlamlıq nemətinə görə Allaha həmd və səna edək. Ramazanda, mübarək Ramazan ayında sağlamlığın qədrini insan bir də siqareti atmaqla bilə bilər. Məsələn, görürsən ki, sübh azanından axşama qədər, indi müəyyən fəsillərdə saatlar fərq edir də, qoy olsun, məsələn, 15 saat, 17 saat, 13 saat, hər nə qədər. İnsan zaten dözür, siqaret çəkmir, iftara qədər. İftar olandan sonra da özünü saxlasa yaxşı olar. Adam var elə siqaretlə iftar açır. Elə bir gözləyir ki, azan oxunsun, geçsin, xurma ilə, su ilə, yox siqaretlə iftar eləsin. Yaxşı fürsətdir ki, bir ayda sən artıq iftara qədər çəkmirsən bu siqareti, deməli ata bilirsən. Günün çox hissəsini atmısan da demək olar. Qalıb günün az hissəsi, iftardan sonraki hissə, onu da insan çalışsın elə tərk etsə yaxşı olar. Və hər şeydən daha mühüm məsələ insanın fiziki sağlamlığı ilə yanaşı mənəvi sağlamlığıdır. Yəni cisminin sağlam olması ilə yanaşı gərək insan səy göstərsin, onun mənəviyyatı da sağlam olsun. Allah şahiddir ki, insanlar var ki, hətta ətrafımızda görürük, insanlar var ki, xəstədirlər həqiqətən də, şər'i üzürləri var. Onlar oruç tuta bilmirlər. Amma həsrətdədirlər oruç tutsun. Oruç tutanlara baxırlar, həsrət çəkirlər. Çünki illərin oruç tutanı ol baxır. Adam da var sapasağlamdır, amma özünü xəstəliyə vurur. Elə bilir ki, doğrudan da xəstədir və orucdan, oruc ibadətindən boyun qaçırır. Baxın, insan xəstələnəndə həm də bunu xatırlamalıdır ki, o qüdrət sahibi deyil. Adicə heç mən böyük ağır xəstəliklər demirəm. Adicə bir diş ağrısı, xırda bir sümük diş ağrıyır. O bir diş ağrısından insan yata bilmir. Bütün proqramları bir-birinə deyir. Nə işləyə bilmir, nə bilim, dərs olanda, tələbə olanda dərs oxuya bilmir, heç bir şey eləyə bilmir. Məsələn, hətta xüsusilə Ramazanda, mübarək Ramazan ayında gözləyir ki, bir iftar olsun, gedib bir dənə ağrı kəsici dərman atsın. Yəni o kiçik bir diş ağrısından insan dayana bilmir. Bu nəyə göstərir? Bu onu göstərir ki, insan aciz bir məxluqdur, təkəbbürlənməsin. Zaman gələr Allahın əsgərlərindən bir əsgərdir o xəstəlik. O xəstəlik ona üz gətirər və yaxud o diş ağrısı ona üz gətirər. O ki, təkəbbürlü edirdi, mənəm deyirdi, o adicə bir diş ağrısından əziyyət çəkər. Məqhurdur insan, yəni məğlubdur Allahın qarşısında. Adicə bir xəstəliklə belə Allaha məğlub ola bilir.
Odur ki, həm sağlamlığın qədrini bilsin, mühüm məsələ, sağlamlığını qorusun, həm bu nemətə görə şükür eləsin, həm də bildirsin ki, təkəbbürlük eləmək olmaz. Ən azından xəstəliyin qarşısında sən acizsən. Allah bizi həqiqi, mənəvi və fiziki sağlam olanlardan, həqiqi oruçlanlardan qərar versin. İlahi amin. Vəlhamdülillahi Rabbil aləmin. Və sallallahu alə Muhammedin və alihi tahirin.